Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. Uzun bir fasilədən sonra neçə vaxt özünüz bilirsiniz ki, mən maşın bazarlarında video çəkmirdim və artıq YouTube kanalına fikir versəniz, mən yəni 40 gündür, bugün 41-ci gündür artıq, mənim maşın bazarlarında, heç bir maşın bazarında video çəkişim olmayıb. Müəyyən səbəblərə görə, müəyyən problemlərə görə və bu günlərim ayın deməli 8 noyabr 2025-ci il tarixdir. Həftənin 6-cı gündür. Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Və mənim səfərim Göyçay maşın bazarınadır. Amma bu günlərim 8 noyabr 44 günlük vətən müharibəsində, belə deyək, 44 günlük vətən müharibəsinin zəfər günüdür. Zəfər bayramıdır. Özüm də 2-ci Qarabağ döyüşlərinin qazisi olduğuma görə bunu vurğulamağı özümə borc bildim. Zəfər bayramı münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Şəhid anaların qarşısında baş əyirəm. Qazilərimizə Allahdan şəfa diləyirəm. Veteranlarımıza uzun ömür, can sağlığı arzulayıram. Belə, inşallah yollanaq Göyçay maşın bazarına. Görək necə olacaq. Allahın köməkliyi ilə yaxşı olar. Göyçay maşın bazarının girişindən videomuza davam eləyəcəyik. İzləmədə qalın. Dəyərli, hörmətli izləyicilər, gəlmişəm Göyçay maşın bazarının qarşısındayım. İnşallah ki, çəkişimizə başlayacağıq. Allahın köməkliyi ilə və Göyçay maşın bazarının daxilinə doğru irəliləyəcəyik. Görək bu həftə bizə hansı maşınlar, hansı qiymətlər gözləyir, izləmədə qalın. Bazarımızın girişində olan maşınları görürsünüz. Həm maşın almağa gələnlər, həm də Göyçay maşın bazarı haqqında maraqlanmağa gələnlər. Burada bazarımızın elan lövhəsi var. Göyçay avtomobil bazarı hər həftənin 6-cı günü xidmətinizdə. Aşağıda nömrələr görürsünüz. 050 051 627 46 83, həmçinin 050 977 66 08 nömrəsinə də zəng vuraraq maşın bazarı haqqında daha ətraflı və geniş məlumat ala bilərsiniz. Çalışdığımız qədər, belə deyək, çalışdığım qədər istəyirdim ki, Göyçay maşın bazarı haqqında çəkiş eləyim və bu da bazarımızın daxili. Bu günlərim zəfər bayramı olduğuna görə, həmçinin 8-9 noyabr Göyçayda ənənəvi nar festivalı keçirildiyinə görə bazarımızda biraz zəifçilikdir. Amma yenə də olana bərəkət, maşınlarımız var. İnşallah ki, çəkişə başlayacağıq. İzləmədə qalın. Sizlərdən də xahişim nə olacaq? Bu videonu bəyənmək, kanala abunə olmaq, videonun linkini dostlarınızla, tanışlarınızla maksimum səviyyədə paylaşmaq ki, bu da mənə yeni baxış sayı, yeni abunə sayı deməkdir. Ya Allah, bismillah eləyək, işimizə başlayaq. Allah hər kəsin işini avan eləsin. Başladıq. Ya Allah, YouTube izləyiciləri, 06 həvəskarları, özünə normal vəziyyətdə, ucuz qiymətə 06 alıb sürmək istəyən izləyicilərimiz. Sizlər üçün Göyçay maşın bazarında Vaz 2106 markalı avtomobilin çəkişini eləyəcəm. Amma Fərhad dayımız yanımızdadır. Ondan məlumat alacaq. Salam Fərhad dayı, sabahın xeyir olsun. Ya Allah, başlayaq. Maşınımızın ili? Maşının ili 91'dir. 91. Motoru? Niva motoru bez nomer. Uslinli Niva motordur. Özdə bez nomerdir. Korobkası
Karavka salıyor. Difrini. Bildim. Karovka 4'dü, 5'di. 4'dü. 4'dü, atmağı falan Heç nə. yoxdur. Difrində dedin yüngül səsi. Yüngül səsi var. Səsi var. Başqa belə yüngül kosmetik işi görünür. Belə ciddi bir problemi falan Heç nə yoxdur. Otursun, hər bir şey Çürüyü yoxdur. falan altında Heç nə. yoxdur. Qiyməti nədir? Qiyməti 3-2 edir. 3200 manata deyirsiz. Yəqin ki, razılaşma olacaq. Əlaqə nömrə işlək. 050 Aha. 380 67 06. 050 380 67 06. Maşın sahibinin adı Fərhad dayımızdır. Maşına görçəkdə baxmaq mümkündür. Barter maraqlıdır hansısa maşınla? Olsa 04. 04 ilə öz dəyəri qiymətində yoxsa pul vermək olar üstündə? İndi baxır. Maşına. Maşına baxır. Belə çəkək, göstərək. Deməli ili 91'dir. Motor Uslan Niva motordur. Karovka 4'dür. Motor yağ yemir. Karovka 60. Difrində yüngül səsi var. Baxırıq. Salon normal vəziyyətdədir. Və sənin üçün tərəfdən də salonu çəkim göstərim. Aha. Təkərləri yaxşı vəziyyətdədir. Və bu da maşınımızın sürücü tərəfdən salonu. Belə. Bu da maşınımızın mühərriki. Uslan Niva motoru. Akkumulatoru yeni. Belə çəkdik, göstərdik, məlumatları da verdik. Sizə də bu 06 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsini zəng edib maraqlana bilərsiniz bu maşını alın. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmiz izləyiciləri, sizlər üçün Göyçay maşın bazarında növbəti Vaz 2506 markalı avtomobilin çəkişini eləyəcəm, amma maşın sahibindən bir yaxınlaşmır, üzr göstərmirəm. Qısa bir məlumat al. Salam aleyküm qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İl neçənci ildir? 1998 motoru 0307 motordur. Karovka 5'dir. Atmağı falan karovkada, motorda yağ yeməyi falan. Difrində səsi yoxdur. Altında çürüyü falan yoxdur. Qiymət 3500 manat sondur, yoxsa en yüngül endirim olunacaq. Telefon nömrə eşidək. 077 550 70 60. 077 550 70 60. Adın? Əmrah. Maşına harda baxmaq olar? İsmaillə hasına salam olsun. Hansısa maşınla Bahtərə gedərsən, yoxsa pula ehtiyac var? Pula ehtiyac var. Deməli, Əmrah qardaş məlumatları verdi. Mən də yenidən məlumatları qeyd edeyim. Belə deyək, münasib qiymətə yaxşı maşındır. İli 98'dir. 0307 motordur. Karovka 5'dir. Motor yağ yemir. Karovka 60. Difrində səsi yoxdur. Nömrəsi də qəşəngdir. Xaçmaz nömrəsidir. Xaçmaz əhalisinə buradan salam olsun. 27 927. Start qiymət 3500 manat olaraq Göyçay maşın bazarına gətirilib bu maşın. Maşınımız bir artışlı ola bilər. Üzr sayın. Real alıcılara təbii ki, maşının yanında yenə endirim olunacaq. Maşın sahibinin verdiyi məlumata görə maşınımızda, yəni maşının çürüyü yoxdur, yaxşı vəziyyətdədir. Stakan yerini çəkim göstərim. Belə ili də qəşəkdir. Qiyməti də normaldır, yaxşıdır həqiqətən. Yəni, ili 98 bir daha qeyd edeyim. Qiyməti 3500 manat start olaraq Göyçay maşın bazarındadır. Təbii ki, real alıcıya endirim olunacaq. Hər şeyini çəkək, göstərək. 0307 motordur, yağ falan yoxdur. Belə çəkdim, göstərdim. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz bu 06 haqq. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmiz izləyiciləri, özünə ideal 06 alıb sürmək istəyən izləyicilər, sizlər üçün Göyçay maşın bazarında Vaz 2506 markalı avtomobilin çəkişini edəcəm. Səhv eləmirəmsə bu rəng yaşıl zümrüdü rəng gedir.
Yəni kommentdə də qeyd eləyərsiniz. Maşınımızın ili 2001-dir. Maşın bez problem maşındır. Yəni udar, vuruq olmayan bir avtomobildir. Maşın sahibi maşını start qiymət olaraq 5800 manata Göyçay maşın bazarında satışa çıxardıb. Təbii ki, maşına baxdıqdan sonra qiymətdə endirim olunacaq. Maşın sahibinin nömrəsi 051 303 88 12. Maşın sahibinin adı Namik babamızdır. Maşına Göyçayda baxmaq mümkündür. Xatırladaq ki, qeydiyyat nömrə nişanı da üstündə qalacaq. Maşının zərrə qədər də olsun kosmetik şeyə ehtiyacı yoxdur. Göründüyü kimi. Baxırıq. Maşın həqiqətən çox ideal vəziyyətdədir. Qapı üzlükləri də maşın sahibinin istəyinə uyğun olaraq yığılıb və baxırıq, maşınımızın stəkan yeri göründüyü vəziyyətdədir. Bu da maşının yük yeri. Və maşının sürücü tərəfdən salonu, mühərrikin də çəkək, göstərək. Mühərrik də maşının özü kimi, üstü kimi tərtəmizdir. Akkumulatoru yenidir. Belə çəkdim, göstərdim, məlumatlar da qeyd elədim. Sizə də bunun 16 maraqlı gələrsə, qeyd elədim 051 303 88 12 nömrəsinə zəng vuraraq həm bu maşına yaxından baxa bilərsiniz, həm də daha ətraflı məlumat ala bilərsiniz.